Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Keçən dəfə müsəlman kişinin şəxsiyyəti dərsləri çərçivəsində əzmkarlıq və Allaha təvəkkül məsələsindən danışdıq. Və bu məsələdən danışmışkən, bununla əlaqəli olan digər bir başqa məsələni diqqətə çatdırmadan keçmək olmur. O da müstəqil qərar qəbul etmə qabiliyyətidir. Müsəlman kişinin müstəqil qərar qəbul etmə qabiliyyətidir. Yəni, heç kəsin asılı olmadan, heç kəsin sözü ilə gəzmədən və yaxud da ki, nə qədər kobud səslənsə də onun bunun ağzına baxmadan normal, müstəqil bir şəkildə qərar qəbul etməsidir. Yəni, burada söhbət müsəlman kişi daim doğru qərar qəbul edəcək bir qayda yoxdur. İnsan naqis bir varlıqdır. Bəzən verdiyimiz qərarlar doğru olur, bəzən yanlış olur. Məsələ bu deyil. Məsələ budur ki, doğru və ya yanlış olsun, qərar verərkən müstəqil olmaqdır. Yəni, necə deyim, öz qərarını başqalarının qərarından asılı vəziyyətə salmamaqdır və ya da imkan verməməkdir ki, özünün məsuliyyəti altında olan işlərə başqaları qərar versin. Yəni, əgər bu iş bir müsəlman kişinin məsuliyyəti altındadırsa, səhvin də doğrunun da məsuliyyətini o daşıyırsa və bədəlini də özü ödəyəcəksə əgər, o zaman onun qərar verməsi də müstəqil və sərbəst olmalıdır. Əgər bunu təmin edə bilmirsə bir müsəlman kişi, bu onun naqisliyidir. Və bu o demək deyil ki, müsəlman kişi özündən razı, egoist və yaxud da ki, necə deyim, yəni, mütəkəbbir olmalıdır ki, başqalarına məsləhət almasın, başqalarının məsləhətini kişi görsün. Xeyr, qətiyyən bu belə deyil. Çünki bunu demək çox böyük bir cürümdür. Çünki Rasulullah sallallahu aleyhi ve sellem belə, hansı ki, Allah subhanahu wa ta'alədən vəhiy alırdı, o belə öz sahabələrindən istişarə edərdi və zaten Allah subhanahu wa ta'ala özü ona bunu əmr edir. Deyir ki, وَشَاوِرْهُمْ فِي الْأَمْرِ وَشَاوِرْهُمْ فِي الْأَمْرِ فَعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الْأَمْرِ. Bundan əvvəlki dərsdə biz bu ayını qeyd etmişdik. Onları əfv et və onlar üçün bağışlanma dilə və işlərində onlarla istişarə et, deyir Allah subhanahu wa ta'ala. Və eyni şəkildə, halbuki Allah Rasul sallallahu aleyhi ve sellemin istişarə ehtiyacı yoxdur. Yəni, Allah subhanahu wa ta'alədən vəhiy alan birisinin hər hansı bir qulun məsləhətinə və istişarəsinə nə ehtiyacı var ki? Allah subhanahu wa ta'ala bunu Allah Rasulullah sallallahu aleyhi ve sellem əmr edir və Allah Rasulullah sallallahu aleyhi ve sellem də bunu icra edir ki, bizi kimi vəhiy ala bilməyən müsəlmanlar ondan istişarənin üsulunu, qaydasını, əxlaqını öyrənsinlər. Əks təqdirdə Allah subhanahu wa ta'ala lazım gəlsəydi, öz peyğəmbərinə vəhiy edərdi. Doğrunu vəhiy edərdi və onda istişarəyə ehtiyacı olmazdı. Eyni zamanda Hüdeybiyədə, yəni Hüdeybiyə sazişində Allah Rasulü sallallahu aleyhi ve sellem yəni müşriklərlə bağlanmış müqavilənin bəzi şərtləri sahabələrə ağır gəldiyi üçün onlara bəzi əməlləri ilətdirmək ona çətin gəldi. Hədis uzun olduğu üçün burada qeyd eləməyəcəm. Və Allah Rasulü sallallahu aleyhi ve sellem bilmir ki, necə etsin, məsləhətə ehtiyacı olur və öz çadırına daxil olaraq zövcəsi Ümmü Sələməyə məsləhətini nəql edir. Ümmü Sələmə də ona məsləhət verir və o məsləhətlə hərəkət edir və onun məsləhəti effekt verir. Yəni, bu doğru olur, onun məsləhəti. Yəni, onun məsləhətindən məqsədinə çatır. Yəni, zövcəsi ilə də məsləhətləşir. Bunlar təbii ki, müsəlman əxlaqında olmalı olan şeylərdir. Yəni, müsəlman kişi və yaxud qadın fərq etməz. Amma burada söhbət kişidən gedir. Çünki biz liderliyə aid olan məsələlər danışırıq. İstişarə etməlidir. Amma və lakin bizim qeyd etdiyimiz məsələ odur ki, biz məsləhəti dinləyirik, biz istişarə edirik, amma qərarı özümüz qəbul edirik. Yəni, biz qətiyyən ortada qalmırıq. Yəni, o belə məsləhət verir, bu belə məsləhət verir, o belə uyğun görür, bu belə uyğun görür, ayda görəsə mən necə eləyim? Və gözləyirsən ki, kimsə sənin əvəzinə sənin yerinə qərar qəbul edəcək və ya da bunu gözləməsən belə ortaya elə bir aura sərgiləyirsən ki, artıq kimsə sənin başının üzərindən qərar verir.
sənin əvəzinə. Çünki bir qərar verilməlidir, bir qərara varılmalıdır və sən bundan acizsən. Ona görə sənin başın üstündən kimsə, başqa bir adam sənin yerinə qərar verir. Və bu bir kişiyə yaraşmayan bir xüsusiyyətdir və onun acizliyinin göstəricisidir. Ondan sonra əgər belə hadisələr bir neçə dəfə təkrarlanarsa, artıq onun liderliyi şübhə yaradar, hətta birinci dəfədən şübhə yaradar. Amma təkrarlanarsa artıq onun liderliyinə hörmət edilməz və onun tabeliyində olanlar elə bir şey sərgiləyəcəklər ki, davranış sərgiləyəcəklər ki, ortalıq xaos olacaq. Yəni ondan sonra sən desən ki, yox mən liderəm, mən dinlənməliyəm, artıq bir faydası olmayacaq bunun. Yəni zahirən bunu bu şəkildə qəbul etmiş kimi görünsələr də, daxilən onlar heç vaxt sənə güvənməyəcək. Bu da zahir və daxil və eləsi ki, zahirən özlərini göstərirlər, zahirən özlərini itaətkar kimi göstərirlər, zahirən özlərini səni lider kimi qəbul etmiş kimi göstərirlər ki, formallıq bunu icab edir. Amma əslində isə daxilən səni lider olaraq görmürlər və sənə etibar etmirlər. Və bu çətin durumlarda, normal rutin günlərdə bir fəsadı olmasa da, amma çətin günlərdə həmin o daxilən sənə qarşı bəslədikləri o münasibət özünü büruzə verir. Allah bu cür aqibətdən bütün müsəlman kişiləri qorusun. Və Allah Resulü sallallahu aleyhi ve sellem bu cür dua edərdi. Allahümme inni əs'əluka səbətə fil əmr vəl-aziməti alə'r-rüşd və əs'əluka şükra ni'mətikə və husnə ibadətikə və əs'əluka qalbən səlimən və lisanən sadiqən və əs'əluka min xayri mə tə'ləmu və ə'udhu bikə min şərri mə tə'ləmu və əstəğfiruka limə tə'ləm. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, deyir, Allahım, mən bütün işlərimdə səndən səbat istəyirəm və doğru yolu izləməkdə səndən qətiyyətlik istəyirəm, əzimət istəyirəm. Sənin mənə verdiyin nemətlərə görə səndən şükr edə bilməyi istəyirəm və sənə doğru şəkildə ibadət etməyi səndən istəyirəm. Səndən səlim bir qəlb və sadiq bir dil istəyirəm. Doğru danışan bir dil istəyirəm. Və sənin bildiyinin ən yaxşısını səndən istəyir və sənin bildiyin ən şərli şeydən isə sənə sığınıram. Və sənin bildiklərinə görə sənə istiğfar edirəm, səndən bağışlanma deyirəm. Yəni ki, sən mənim bütün günahlarımı və gizli hallarımı bilirsən, buna görə mən sənə istiğfar edirəm. Deyir Allah Resulü sallallahu aleyhi ve sellem. Yəni liderlərin lideri, təsəvvür edin, bu duaya bir balaca nəzər salaq. Liderinin tez-tez etdiyi dua. O belə bu hala düşməkdən qorxurdu. Yəni, bütün işlərimdə səbat istəyirəm. Səbat nə deməkdir? Yəni, səbat edirsən, tutaq ki, qarşına bir məqsəd qoyursan, bu məqsədə doğru gedirsən. Bir qərar qəbul edirsən, o qərara doğru gedirsən. Sən daha tərəddüd içərisində qalmırsan. Bir addım geriyə, bir addım irəliyə. Hər əsən küləklə fikrini dəyişmirsən. Bu səbat etmək deməkdir. Və vəl-azimətə alə'r-rüşd. Və rüşd, yəni doğru yol üzərində əzimət istəyirəm səndən. Yəni möhkəm olmaq. Başıma imtahanlar gələ bilər, şübhələr məni hər tərəfdən əhatə edə bilər, şəhvətlər məni hər tərəfdən əhatə edə bilər. Bunlara qarşı səndən əzimət istəyirəm, möhkəm duruş istəyirəm. Və əs'əluka şükra ni'mətikə. Və sənin nemətlərinə görə səndən şükür istəyirəm. Yəni məni şakir bir qul et, deyir Allah Resulü sallallahu aleyhi ve sellem. Və husnə ibadətikə. Və sənə ən doğru şəkildə, ən gözəl şəkildə ibadət edə bilməyi səndən istəyirəm. Və əs'əluka qalbən səlimən və səlim bir qəlb istəyirəm səndən. Buralara girməyəcəm inşallah, çünki özümüzə aidiyyəti yoxdur. Və lisanən sadiqən və doğru danışan bir dil istəyirəm səndən. Və əs'əluka min xayri mə tə'ləm və sənin bildiyin xeyirli şeylər səndən istəyirəm. Və ə'udhu bikə min şərri mə tə'ləm və sənin bildiyin pis işlərdən isə, şərlərdən isə sənə sığınım. Və əstəğfiruka limə tə'ləm və bildiklərinə görə də sənə istiğfar edirəm. Səndən bağışlanma diləyirəm. Gizli və açıq günahlarımdan dolayı. Və yəni duanın başında gördüyümüz ki, Allah Resulü sallallahu aleyhi ve sellem səbat istəyir. Ən birinci odur. Allahümme inni əsəlükə səbətə fil əmr. İşlərdə səndən səbat istəyirəm. Və bu qərar verməkdə möhkəm olmağı göstərən bir şeydir. Və Əbu Bakr radiyallahu anh Allah Resulü sallallahu aleyhi ve sellem'dən sonra bizim üçün gözəl bir örnəkdir. Zəkat verməkdən imtina edən, Ərəbistan yarımadasında yaşayan, zəkat verməkdən imtina edən qövmlər oldu. Allah Resulü sallallahu aleyhi ve sellem vəfatından sonra.
və Əbu Bakr radiyallahu anh onların üzərinə ordu göndərdi. Ordu göndərərkən bütün sahabələr ona qarşımışlar. Başda Ömər radiyallahu anh olmaqla bütün sahabələr ona qarşımışlar. Amma onlarla məsləhətləşmişdi. Onlarla məsləhətləşdikdə onların hamısı buna qarşı oldular. Dedilər ki, xeyr, biz diplomatik yol seçməliyik. Onlarla diplomatik dildə danışmalıyıq, razılığa gəlməliyik. Çünki biz azıq, onlar çoxdular. Biz onlarla vuruşsaq məhv olacağıq. Bu bütün müsəlmanların sonu ola bilər və s. və ilaxır. Əbu Bakr radiyallahu anh onların hamısını dinlədi, lakin onlarla razılaşmadı və öz addımını atdı. Öz bildiyi kimi addım atdı. Yəni onların üzərinə ordu göndərdi. Və hətta həmin vaxtda və sonra məlum oldu ki, Əbu Bakrin verdiyi qərar doğruymuş sən demə. Bəs əgər səhv olsaydı necə olacaqdı? Səhv olsaydı yenə də o doğru etmiş olacaqdı. Çünki nə qədər dinləsən də nə qədər istişarə etsən də bu işin məsuliyyəti yenə də həmin o liderin üzərində idi. Ona görə son qərarı yenə də lider verməli idi. Yəni nə mənada doğru etmiş olacaqdı? Çünki son qərarı yenə də lider verməlidir. Son qərarı yenə də lider verməlidir. Yəni lider orada əgər nə vaxt Əbu Bakr radiyallahu anh doğru etməmiş olacaq, istişarə etdiyi insanlara dinləyib, onların sözünə əsas götürərək addım atmış olsaydı yenə də doğru etmiş olacaqdı. Çünki yenə də dinlədi və son qərarı özü verdi. Qərarı onların fikrini əsas götürərək verdi. Bu da doğrudur. Lakin nə vaxt doğru etməmiş olardı? O zaman doğru etməmiş olardı ki, qərarsız qalardı. Və bu qərarsız qaldığı vaxt ərzində hər hansı bir fəsad ortaya çıxsaydı, buna görə Əbu Bakr radiyallahu anh məsuliyyət daşıyırdı, başqa heç kim. Və yaxud da ki, o qərarsız qaldığından dolayı başqa bir adam onun yerinə qərar qəbul eləsəydi və yaxud onun yerinə hərəkətə keçsəydi, bu zaman yenə də Əbu Bakr radiyallahu anh səhv etmiş olacaqdı. Yəni, liderliyə uyğun, xəlifə olmağa uyğun olmayan birisi olduğunu göstərmiş olacaqdı. Amma Əbu Bakr radiyallahu anh isə ən doğru olanı etdi, ilkin olaraq. O da nədir? Qərarı öz üzərinə götürdü və özü qərar verdi buna. Yox, bunun nəticəsində verdiyi qərarın yanlış olduğu ortaya çıxacaqdırsa, əgər ən azından bir doğru, bir yanlış olacaqdı. Yəni, ondan dolayı da bu Əbu Bakr radiyallahu anh'ın halı bizim üçün gözəl nümunələrdən biridir və eyni zamanda Usama bin Zeyd. Allah Resulü sallallahu aleyhi ve sellem vəfatından öncə Usama bin Zeydə ordu tapşırır. Müsəlmanların böyük əksəriyyəti Usama bin Zeydin tabeliyində olur. Təsəvvür edin, Usama bin Zeydin var 17-18 yaşı. Amma o orduda böyük sahabələr var idi. Yəni yaşca onun nəinki atası, yəni dədəsi yaşda kişilər var idi orada. Hansılar ki, yəni həyatın görmədikləri üzü yoxdur. Və Allah Resulü sallallahu aleyhi ve sellemin yanında böyüyüblər. Amma 17-18 yaşında bir bizim təbirlə desək uşağı, onlar onu uşaq saymırdılar. Çünki orada həddi buluğa çatınsa artıq kişi idin. Həmin orduya başçı qoyublar. Yəni siz təsəvvür edin, məsələn, Usama bin Zeyddə necə komandirlik, necə liderlik xüsusiyyətləri var idi ki, ona o boyda ordu həvalə edilib. İndi təsəvvür edin ki, Usama bin Zeyd əgər utancaq və çəkingən olsaydı və qərarsız olsaydı, biraz qəlbində qorxu olsaydı və güya və bunu da onunla əlaqələndirsəydi ki, mən bu boyda böyük adamlar var, burada mənim dədəm yaşda, mən onlara necə komanda verim deyib, hər ağızdan çıxan səsə qulaq assaydı orduda ki, bu mənim dədəm yaşda, bunda hörmət edeyim, bu babam yaşdadır, yəqin bilir nə deyir, filan kəs belə deyirsə, yəqin ki, düz deyir. Filan kimi əgər davranan birisi olsaydı, əgər ona heç vaxt orada həvalə olunmazdı. Yəni, sən özün baban yaşda olan kişilərə komanda verəcək konuma, mövqeyə heç vaxt gətirilməzdi. Ki, gör, Usama bin Zeyd, baxmayaraq ki, gənc idi, necə möhkəm xarakterli bir şəxsiyyət idi. Biz də övladlarımızı belə yetişdirək demirəm. Çünki əgər biz özümüz elə olmaq istəməsək, bizim övladlarımız heç vaxt elə olmayacaq. Yəni, bu bir növ şey var, yəni insanlarda belə bir tendensiya var ki, hər şeyi övladları ötürmək. Yəni, özündə olmayan şeyləri övladlarında görmək istəyir. Deyir ki, biz belə ola bilmədik, uşaqlarımız olsun. Biz belə olmadık, amma gələcək nəsil belə olacaq. Biz belə olmala bilmədik, amma yeni nəsil olacaq. Xeyr, bu elə deyil. Yəni, əgər bir şey doğrudursa, onu ən birinci sən özün yaşayacaqsın, övladından öncə. Övladın zaten səni görüb, sənin yaşadıqlarını bir addım irəli apara bilər. O qədər. Amma sən daim naqisliklərinlə barışıb yaşayırsansa, əgər övladlarından sənin nəsə bir kamillik gözləmək, ən azından övladlara qarşı haqsızlıqdır. Çünki sən onların qarşısında ona nümunə ola bilmədiyin halda, onlardan nə gözləyirsən, nə istəyirsən. Bu bir növ bir insanın öz acizlik və naqisliyini örtbasdır edib, yəni, amma qəlbində belə deyək ki, öz çatışmazlıqlarının
bədəlini gələcək nəslə ödətdirməkdir. Ödətdirməyə çalışmaqdır. Bu çox egoistçe bir davranışdır. Allah bizi bundan qorusun. Və Əbu Bakr radiyallahu anh Usama bin Zeydi göndərir, daha doğrusu Allah Resulü sallallahu aleyhi ve sellem bu ordunu qurur, amma ki Allah Resulü sallallahu aleyhi ve sellem vəfat edir. Vəfat edir və bu ordu da orada hazır durub. Əmr gözlür ki, çıxsın. Və Əbu Bakr radiyallahu anh bunu yenə də Romanın üzərinə göndərir. Müasir tarix kitablarında Bizans imperiyası deyirlər, amma əslində isə onun adı Romadır. Yəni qədim mənbələrdə həmişə Roma keçib onun adı. Və yenə də onu Romanın üzərinə göndərir. Göndərmək istəyir. Və hətta Usama bin Zeyd hansı ki ordunun başındadır, onun özü belə bu qərara qarşıdır. Hətta Ömər radiyallahu anhə müraciətən demişdi ki, Əbu Bakr radiyallahu anh deyir ki, müsəlmanların böyük əksəriyyəti mənim yanımdadırlar və biz əgər getsək, bütün İslam dövləti qorumasız qalacaq deyə Ömərə bildirmişdi. Və o da buna Əbu Bakrə bildirmişdi ki, Usama bin Zeydin özü də bu qərarla razı deyil deyə. Amma buna rəğmən Əbu Bakr radiyallahu anh nə dedi? Dedi ki, mən ittiba etmək üçün gəlmişəm. Mən bidət çıxarmaq üçün, yenilik çıxarmaq üçün gəlməmişəm. Yəni xəlifə olmamışam. Ona görə ki, əgər Allah Resulü sallallahu aleyhi ve sellem bir ordunu əgər qurubsa və onun da başına Usama bin Zeydi qoyubsa, bu ordu təyinatı üzrə hərəkət edəcək. Və mənim haqqım yoxdur ki, mən o ordunu başqa məqsəd üçün istifadə edeyim və yaxud onu dağıdım. Hətta ona argument də gətirilmişdi ki, möminlərin anası, Peyğəmbər sallallahu aleyhi ve sellemin zövcələri qorumasız qalacaqlar. Yəni, biz qorxuruq ki, mürtədlər gəlib onlara zərər verir falan. Bu da bizim şeyimizdir, namusumuzdur, şərəfimizdir və s. O dedi ki, vallahi dedi, əgər itlər və çaqqallar möminlərin analarını ayaqlarından dartaraq evlərindən çıxartsalar belə, yəni o qədər yiyəsizlikdir ki, yiyəsizlik olsa belə, bu ordu yenə də Roman üzərinə gedəcək. Və Əbu Bakr radiyallahu anh o qədər qərarlı idi işində. Əzm sahibi idi və müstəqil qərar qəbul etməyi bacarırdı. Yəni, bütün məsləhətlərə, istişarələrə rəğmən özü qərar verməyi və qərarın arxasında durmağı bacaracaq qədər bir gücü var idi, yəni bir xarakteri var idi. Və nə olur? Təsəvvür edin, düzdür, bu azad deyəcəyim məsələnin özünün o qədər əlaqəsi olmasa da çox maraqlı bir hadisə baş verir. Usama bin Zeyd ordu ilə hərəkət edəndə mürtədlər bunu görürlər ki, həqiqi mürtədlər ordu toplamışdılar Mədinəyə hücum etməyə ki, müsəlmanlara son zərbələrini vursunlar və qurtulsunlar onlardan. Amma onlar eşitəndə ki, Usama bin Zeyd ordunun başında Romanın üzərinə hərəkət edir. Onlar dedilər ki, bunlar müsəlmanlar İslam dövləti əgər Romaya ordu göndərəcək qədər güclüdürsə, yəni onda bizim ordu onlarla vuruşmağımız əbəsdir. Yəni biz yenə məğlub olacaq deyirlər. Romalılar isə İrakli idi o vaxtı imperator. Eşidəndə ki, İslam ordusu üzərlərinə gəlir. Dedi ki, bunlar əgər liderləri təzə öldüyü bir halda, Allah Resulü sallallahu aleyhi ve sellem nəzərdir. Liderləri təzə öldüyü halda bu vəziyyətdə əgər bizim üzərimizə ordu göndərirlərsə, deməli bunlar çox güclüdürlər deyib onların qarşısına çıxmadılar. Və Usama bin Zeydin ordusu gəlir, Romadan qənimətlər alaraq, düz Romanın içərisinə girir və Romadan qənimətlər alaraq bir əskərlə belə qarşılaşmadan geri qayıdır. Qənimətlərlə qayıdır. Subhanallah. Yəni, وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا ayəsi burada ortaya çıxır. Kim Allahdan qorxarsa, Allah onun çıxış yolu göstərər. Və bu bir iman testidir. İman testidir. Və hətta mürtədlərlə vuruşmağa qarşı çıxan insanlar, sahabələr dedilər ki, bəlkə bir diplomatik yol seçək falan. Hətta Əbu Bakr radiyallahu anh dedi ki, onlar deyir, Allah Resulü sallallahu aleyhi ve sellemə əgər deyir, dəvələrini bağladıkları ipi zəkat olaraq verirlərsə, həmin o ipi verincəyə qədər mən onlara qarşı vuruşacağım dedi. Yəni, o dərəcədə qərarlıdır atdığı addımda. Yəni, həqiqi bir lider yanaşması ortaya qoyur. Məşhur ərəb şairi var, Mütənəbbi. Çox maraqlı bir şeiri var. Daha da bir beyt inşallah zikr eləmək istəyirəm ondan. Deyir, alə qadri əhlil azmi tə'til əzəim və tə'ti alə qadri kiramil mükərim və ta'zumu fi aynis səğiri siğaruha və təsğuru fi aynil azimi azəim. Deyir ki, çıxış yolları insanların əzmkarlıq dərəcəsinə görə gəlir. Yəni, insanlar nə qədər əzmkar olarlarsa, çıxış yolları da bir o qədər rahat olar. Ona görə gələr. Vəziyyətdən çıxış yolları, problemlərin həlli yolları. Və tə'ti alə qadril kiramil mükərim.
və insanların kərim olmaqları dərəcəsində də onlardan kərim olan əməllər ortaya çıxır. Yəni insan nə qədər kərim olarsa, bir o qədər onun əməlləri də kərim olar. Nə qədər əzmkar olarsa, bir o qədər də onun qərarları isabətli olar və nə qədər kərim olarsa, bir o qədər də ondan kərim olan əməllər sadır olar. Və ta'dumu fi ayni sagiri sigaruha. Və balacaların gözündə balaca işlər böyük görünər. Və tasuru fi aynil azimil azaim. Və böyük, əzim insanların gözündə isə azim olan işlər, böyük işlər kiçik görünər. Deyir Mütənəbbi. Və bu çox doğru bir sözdür. Allah Subhanahu va Taala bizi əzm sahiblərindən etsin. Allah Subhanahu va Taala bizi kərim olanlardan etsin. Allah Subhanahu va Taala bizi balacalardan etməsin. Allah Subhanahu va Taala bizi böyüklərdən etsin. Kiçik işləri böyük görənlərdən deyil, böyük işləri kiçik görənlərdən etsin. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illa ente, estağfiruka və etûbu ileyk.